Arızdan yapışıb silkələdim, bilmədiniz heç. İndi də kət dağılır, bağ pozulan vaxtı oyan, gözləyirdim bu minillik yuxudan bəlkə duyan, zəngən aldın Qızıl Azər elinin üstə qoyan, yuxudaydı, sizi açdım, bələdim, bilmədiniz heç. Qollarınızdan yapışıb silkələdim, bilmədiniz. Sağ olasın. Kemal'im ey, bir günahsız ey, dodaqdan balam. Vay Kemal'im ey, bir günahsız ey, dodaqdan. Düşman baxıb ey, həsrət çəksin, uzaqdan lay, la balaya lay, la balaya, la balaya. Çiğnindəki itirmiş haldan dalışaq. Ölürəməz lambala tər, lambala dərdin alır. Oy Kemal'ım, bir günahsız dolaqdan, qatillərə lənət. İndi şahın ürəyə keçinlər, cəb yana. Qoy Kemal'ın bir günahsız dodaqdan, düşman baxsın, həsrət çəksin uzaqdan. Yar bəzənib çıxan zaman otaqdan, çiynindəki tirməşaldan danışaq. Axı yar kəlməsi deyəndə, düzdür, bizim cavanlarımız elə hamısı bu asavaddır. Yar kəlməsi bilirlər. Elə qonşuda filan kəsin qızına demirik də biz yar. Burada Allah rəhmət eləsin, Usta Şəhriyarın bir şeiri yazıma düşdü. Düzdür, hala farsça yazılıb cavab deyib. Amma istəyirəm deyəm ki, bəli, bunların hafizi var, sədisi var və bizim də Şəhriyarımız var. İstəyirəm bunu deyəm. Özdə bir dəndan şikən cavabını deyim burada. Hafizin böyük şeirin hamız bilirsiniz da deyir. Duş deydəm ki, məlau ekdəri meyxanı zədən. Duş yəni deyişəm, gecən necə gördüm meyxananın qapısı məlakə deyir. Məlakə meyxanada nə edir? Gəlib vodka içməyə, yox vallahi. Duş deydəm ki, məlau ekdəri meyxanı zədən, geli aldəm besirişdən do be peymanı zədən. Sahib götürür buna bir cavab yazır, deyir, dəri meyxanı nə bu bəsdir ki, halcət balşəd. Hafiz ağoft, məlau ikdəri meyxanı zədən. Buranın ki, qapısı açığıdır. Niyə Hafiz deyir, qapısını döyürdülər? Sənin ruhun şad, Şəhriyar, deyir, dəri meyxanı nə bu bəsdir, vəli. Hürməti mey vacib amət ki, məlau ikdəri meyxanı zədən. Meyin ehtiramı vacib elədir. İrfanda gəlib görür ki, bəli, Həzrət Peyğəmbərin qapısı həmişə açıq olarmış. Sahib deyir, niyə bunun qapısı açığıdır? Hafiz deyir, buranın qapısı dördü məlakə. Şəhriyar deyir, məyin ehtiramı vacib elədir. Peyğəmbərin ehtiramı vacib elədir. O məlakə kimidir? Mələkəl mavzudur, gəldi Peyğəmbəri qəbz ruh eləyə, icazə alır, gəlir içəri. Qapını deyir Həzrət Fatimiyyə, Həzrət Peyğəmbər deyir ki, qapını. Ki, onu rahnamalıq elə gəlsin içəri, o mələkəl mavzudur. Budur, indi yar deyəndə bizim biraz cana. Dəmirçi Abbas demiş diye burada da Allah selamet eləsin, Aşıq Rəhim Nəzəri oxumuşdu. Camışın qaymağın, beçənin, balın, qazanıq verəsən azdır gözələ.
Çəkəsən nazını, sorasan halın 100 il qulluq etsən azdır gözələ. Cavanın içi geçir gözəlliyə. Amma deyirlər ki, Dəmirçi də bu sindisalında biraz cana çaşıb elə bir götürür islahiyə deyir. Deyir, ruhum ağ geyinir, ağ da bağlayır. Bir kəlmə halımı soranda gözəl. Gözəllik namusdur, qeyrətdir, ardı, yazılıb ayədə Quranda gözəl. Çox baş ağzı verdi, çal bunları xoş elgər. Sen bir dəqiqə əyləşir. Tixa da tirincə olmaz. Sağ olasın. Qardaş, şuluq eləyəndə də hamımız qoşuruq bir-birimizə də, sahişdə olanda da qoy. Çək, onu aşıq sinusla durub ayağa meyraşnamə də oxuyacaq. Gözüm üstə çək. Mənim gözüm üstə.
bilirsiniz ki ay sağ ol, sen ol Cəfər Xaçpur qardaşımın da sağlığına. Hamız bilirsiniz Əlimxan Allah qıymasın, böyük şairdir da, böyük alim. Qəriblikdə, yəni Almanda əməl eləyəndə bunun elan 2 dənə kulyəsinin ikisini də əməl elədilər, böyrəklərinin ikisini də çıxartdılar. Bir qəriblikdən yazıb, amma bilirsən harda yazıb. Bunu ilə belə oturmuşduq bayım, dedim şair, o şeirin gəldi çatdı mənə yaman ürəyim şöylərdi, amma bunun nətəri oldu yazdı. O ayat ki nazil olub Həzrəti Peyğəmbərə, hər ayənin şərhi nüzulu var. Hər şairədə bir şeir yazmağa bir şərhi nüzul var. Yəni bir ittifaqı düşməsə yazmaq olmaz. Dedi valla otaq əməldə gördüm bihuşi döktürü gətirir, o ampulu iynəni bihuş eləməyə məni. Deyir havasını aldı ay Xaçpur. Kərtdi istədi ki mənim qolumdan bihuş eləyə, iynəni vura, dedim saxla, dayan. Bəlkə mən heç ayıqmadım burada. Azərbaycan hara, Alman hara. Bəlkə mən ayıqmadım buradan, qoy bir şeir ürəyimə gəlib, bunu burada yazım. Bəlkə də mən vətənə sağ qaydanmadım. Çox baş ağrısı verməyəcəyəm, 2 bənd yanıq kərəmə oxuyacağım. Görüm qəriblikdə Zəlimxan nə deyir, mən deyim, mənə tamaşa eləyən hər təhvicilələrin hamısını sağlam. Ey qərib məmləkət, ey qərib diyar. Ey qərib məmləkət, ey qərib diyar. Demə yollarımı azıb gəlmişəm, gəlmişəm, gəlmişəm. Alnıma nə yazıb bir Allah bilir. Alnıma nə yazıb bir Allah bilir. Mən öz dastanımı yazıb gəlmişəm, ceylanım, tərlanım, ölürəm. Dedim mən öz dastanımı yazıb gəlmişəm. Hər ay, hər gün ey gələn dərdi. Deyirəm candan əziz saxlarana, yerlər canandan gələn dərdi. Gedən ayağını alır. Sağ olasın, sağ olasın. Ağlama güldürme beni, özgürüm, bülbülüm, ömrüm.
Allah gurbətdə öldürmə məni. Vətəndə qəbrimi qazıb gəlmişəm, gəlmişəm, gəlmişəm. Dedim vətəndə qəbrimi qazıb gəlmişəm. Yatıbdır o yağmur. Elə işimiz bir oda qalandığa yerlər. Mən yanıram o yağmur gedən ayağın alır. Tamam, hamımızın sağlığınıza. Hər bir insan ki eşidib Aşıq Seyri Sunan Aşıq Məmməd məclisdədir, minnət qoyub bizim boynumuza gəlib o insanların hamısını sağlır məhsul. Bizim bərnaməmiz belədir, indi. Aşığa denən bəri və baxır qadar. Ona denən bəri və Məmməd abi, sənin öz sağlığı. Sən başı var. Mənə 2 kəlmə uzaqda oxuyacaqsan. O lal qız ki mədrəsəyə gedib, bax özün oxuyubsan, elə onu oxuyacaqsan. Ağay Pənahidi mən. Cənab ağay Allah da ümid. Hə başı ağrının. Vur qaraca. Mənim gözüm üstü. O adət eləmişəm. Elə bu sazda yanıq kərəm, qaraçı qurbəti, aşıq havaları çalınır, sarıtil, dubeyti. Sən axı niyə hərdən Farsdan, Ərəbdən, bunlardan musiqisindən? Gördüm, mənim ustadım 8 dildə şeir oxudu. Yəni bu